Mən hazır işə gedirəm. Həmişə kimi dumanım məni yola salır. Evimizin kiçik nəzarətçisi hər səhər yola salmasa, günüm tam başlamış sayılmır. Bir çox insan soruşur, harada işləyirsən, nə iş görürsən? Mən xəstəxanada əlillik sistemi üzrə operator olaraq çalışıram. Telefon deyil, klaviatura səsdir mənim işimin ritmi. Hər sənət bir insanın həyatına aid bir izdir. Hər sistem girişi bir addım irəli deməkdir. Sadə görünsə də bu işin arxasında çox səbir, diqqət və məsuliyyət dayanır. Hər səhər eyni yol, amma hər dəfə fərqli hisslər və yeni başlanğıclar. Bu yolun sonunda yeni imkanlar, yeni hədəflər gözləyir. Taksidən düşdüm, iş yerimə doğru son addımlar. Hər addımda iş günü başlayır, hədəflərimə yaxınlaşıram. Günün necə keçəcəyini bilmirəm, amma hazır və motivasiyalıyam. Əlilliyi olan insanların sağlamlıq imkanları məhdudluğu onların günlük həyatında böyük çətinliklər yaradır. Mənim vəzifəm isə bu çətinlikləri yüngülləşdirmək, onların həyatına dəstək olmaqdır. Hər addımda diqqət və məsuliyyətlə çalışıram ki, onların ümidlərini doğrultmaq mümkün olsun. Hər bir sənədi işləyərkən ürəyimdə dua edirəm ki, haqqı olanlar mütləq o dəstəyi alsınlar. Məsuliyyətim böyükdür. Çünki hər addımda insanların ümidlərini daşıyıram. İşimdə yalnız sənədlər deyil, həm də ən böyük məsuliyyəti daşıyıram. İçərisində 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları, qazilərimiz və aprel döyüşçüləri qəhrəmanlarının sənədləri də var. Onların haqqını qorumaq, əziyyətlərini dəyərləndirmək mənim üçün həm şərəf, həm də ağır vəzifədir. Hər bir sənədi diqqətlə işləyir, onlara layiq olan hörməti göstərməyə çalışıram. Bu işdə hər gün insanların həyatına kiçik də olsa dəstək olmaq mənim üçün böyük bir mənadır. Ümid edirəm, haqqı olanlar öz hüquqlarını əldə edə bilərlər. Hər daim sağlam və güclü qalaq. Bu da mənim hekayəmin kiçik bir hissəsi. Kanalıma abunə olmağı, bəyənməyi unutmayaq. Hələlik.